bir sərxoş məni nəsihət elədi. Şeyx Şuştəri həm arif idi, həm müctəhid. Deyir ki, bir sərxoş adam yolda qabağımı kəsdi, nəsihət elədi, deyir, heç bir nəsihət mənə belə təsir göstərməmişdir. Deyir, mən ütülü əbada, qəbada, xutbə oxumuşam 10 gün Məhərrəmdir, yəni 30 gün Ramazan aydı, məmnədir. İndi qayıdıram, yanımda dostlar, filanlar, biri də deyir, divara dəyə-dəyə dayanıb, yanımdaşlar dedi ki, sən Allah, gəl yolumuzu dəyişək, bu ilə rastlaşmayaq. Dedim, yox, Allah bəndəsində keçək gedək. Keçib gedəndə deyir, belədir, şeyx bir dəqiqə, ayaq üstə dayana bilmir. Bir dəqiqə, mən də deyir, ruhani libasında. Dedi ki, bir sualım var sənə. Mənə görürsən, dedim, hə. Görürsən də nə gündəyəm, dedim, hə. Deyir, mən içim necədir vəziyyətimdə, göz qabağında. Sənə bir sualım var ki, sən əbada, qəbada, təsbih ilə gedirsən. Sən də içinlə çölün eyni deyə yox. Deyir, mənə bəs elədi bu. 7 arxama bəs elədi, deyir. Hər dəfə yadıma düşəndə, deyir, tükün biz olur ki, o düz deyirdi oradan. O bəlkə də məndən xoşbəxtdir. Bəlkə də.